Anlayıram hər birinizi. Bugün istəyirəm ki, sizinlə bir yerdə geotermik pillə və geotermik qradiyent anlayışlarını aydınlığa gətirək. Belə ki, bu bilirsiniz ki, litosfer bölməsində yerin daxili quruluşu mövzusunda verilən anlayışlardır. Və bu anlayışlar haqqında həm bizim toplulularda, həm də imtahanlarda suallar var və bu suallar ya bunlar haqqında nəzəri olaraq da suallar gələ bilər, məsələ formasında da suallar gələ bilər. Mən istəyirəm ki, bu anlayışlara, geotermik pilləyə və geotermik qradiyentə həm mahiyyət olaraq, həm nəzəri, həm də məsələ olaraq tam aydınlıq gətirək və bir də siz bu mövzulardan əziyyət çəkməyəsiniz və buradan gələn istənilən sualı düzgün cavablandıra biləsiniz. Baxın, geotermik pillə nədir və geotermik qradiyent nədir? Biz hər birimiz bilirik ki, yerin daxili quruluşunda əsas 3 qat var: nüvə, mantia və ən üstə yer qabığı. Biz də yer qabığının üzərində gəzirik. Və aydın məsələ ki, nüvə və mantiyada temperatur yüksəkdir, minlərlə dərəcə Selsidir. Və biz hər birimiz məntiqlə başa düşürük ki, əgər belədirsə, deməli biz yer qabığını deşib içəri doğru getsək, yəni yeri içəri doğru qazsaq, biz getdikcə aşağı temperatur artmalıdır. Çünki axı biz mantiyaya, nüvəyə yaxınlaşdıq, od kürəsinə yaxınlaşırıq. Və belə olan halda bizim üçün geotermik pillə, geotermik qradiyent anlayışları gəlir. Baxın, geotermik pillə nədir? Geotermik pillə biz aşağı doğru qazdıqda temperaturun 1 dərəcə Selsi artması üçün lazım olan dərinlikdir. Baxın, bir daha deyirəm. Mən əgər buradan aşağı doğru qazsam yeri, temperatur artmalıdır. Bax, mən nə qədər 1 dərəcə Selsi artması üçün temperaturu mən neçə metr qazmalıyamsa, həmin o neçə metrə, həmin o dərinliyə geotermik pillə deyirlər. Ola bilər ki, bəzi yerdə bu 20 metr qazmalıyam, ola bilər ki, 40 metr qazmalıyam, 50 metr, 30 metr fərqli ola bilər. Ortalama olaraq belə qəbul olunur ki, 1 dərəcə Selsi artması üçün 33 metr qazmaq lazımdır. Bu ortalamadır. Yəni, hər 33 metrdə temperatur 1 dərəcə Selsi artır. Demək ki, geotermik pillə ortalama olaraq 33 metrdir. Amma yenə deyirəm, bu fərqli ərazilərdə çox və ya az ola bilər. Bəs geotermik qradiyent nədir? Geotermik qradiyent budur ki, hər 100 metr qazdıqda neçə dərəcə Selsi temperatur artırsa, həmin dərəcə Selsi var. O geotermik qradiyentdir. Məsələn, əgər ortalama olaraq 33 metrdə 1 dərəcə artırsa, deməli ortalama olaraq hər 100 metrdə temperatur neçə dərəcə Selsi artacaq? 3 dərəcə Selsi. Deməli, bax, buradakı bu 3 dərəcə Selsi geotermik qradiyentdir. Eyni ilə geotermik qradiyent də çox və ya az ola bilər, ərazidən fərqli olaraq. İndi bax, burada əsas sual budur ki, məsələnin mahiyyəti, insanları çaşdıran, imtahanlara hazırlaşanlara çətinlik törədən məqam budur ki, axı bu harda az, harda çoxdur. Qaydamız belədir ki, əvvəlcə qaydanı deyirəm, sonra izah edəcəm. Qaydamız belədir ki, geosinkronal ərazilərdə, yəni seismik ərazilərdə geotermik pillə kiçik, geotermik qradiyent böyükdür. Platforma və daimi donuşluq kimi ərazilərdə geotermik pillə böyük, geotermik qradiyent kiçikdir. Bəs yaxşı, bunun mahiyyəti nədən ibarətdir? Baxın, 2 dənə yer fərz eləyək. Biri olsun Yaponiya, digəri olsun Avstraliya. Hər kəsə yəqin ki, məlumdur ki, Yaponiya seismik bir bölgədir, aktiv bir bölgədir, Avstraliya isə platforma ərazisidir. Varsayaq ki, biz həm Yaponiyada, həm də Avstraliyada bir quyu qazırıq. Yeri qazırıq hər ikisində. Burada geotermik pillə nə idi? Temperaturun 1 dərəcə Selsi artması üçün lazım olan dərinlik. Yaponiya aydın məsələ ki, seismik zonadırsa, orada maqma daha aktivdir. Məsələn, biz burada dayanmışıq, Avstraliyada eyni zamanda burada dayanmışıq. Amma Yaponiyada maqma daha aktivdir, Avstraliyada maqma daha passiv roldadır. Çünki ora platformadadır. İndi gəlin düşünək ki, biz Yaponiyada daha çox qazmalıyıq yeri temperaturun 1 dərəcə artması üçün, yoxsa Avstraliyada daha çox qazmalıyıq? Təbii ki, Avstraliyada daha çox qazmalıyıq. Çünki Avstraliyada temperaturun 1 dərəcə artması üçün biz daha çox getməliyik. Amma Yaponiyada daha az getməliyik. Ona görə, məsələn, şərti olaraq deyirəm, Yaponiyada 20 metr qazırıq 1 dərəcə Selsi artması üçün. Deməli, 20 metrdə 1 dərəcə Selsi artır temperatur. Düzdür? Deməli, geotermik qradiyent neçə oldu? 20 metr. Üzr istəyirəm, geotermik pillə neçə oldu? 20 metr. Amma Avstraliyada biz, məsələn, 1 dərəcə Selsi artması üçün 50 metr qazmalı olmalıyıq. Deməli, 50 metrdə 1 dərəcə artır. Belə halda artıq geotermik pillə Avstraliyada neçə olmuş oldu? 50 metr. Bax, biz gördük ki, geosinkronal ərazilərdə maqma daha aktivdir deyə, oralarda geotermik pillə daha kiçik olur. Yəni, 1 dərəcə artması üçün temperaturun daha az qazmaq lazımdır. Amma platformalarda
biz daha çox qazmalıyıq o 1 dərəcə Selsi temperaturun artması üçün. Yəni geotermik pillə daha böyükdür platformalarda. Bu belə. Geotermik qradiyent isə bunun tam əksidir. Niyə? Qaydaq misalımıza. Əgər Yaponiyada hər 20 metrə 1 dərəcə Selsi artırdısa, bu 100 metrdə neçə dərəcə Selsi deməkdir? 5 dərəcə Selsi, düzdür? Sadə tənasübdə 20 metrə 1 dərəcə artırsa, 100 metrə 5 dərəcə artmalıdır. Əgər Avstraliyada 50 metrə 1 dərəcə artırsa, deməli 100 metrə neçə dərəcə artır? 2 dərəcə Selsi. İndi geotermik qradiyent nə idi? 100 metrdə temperaturun neçə dərəcə Selsi artması? Yaponiyada 5 dərəcə Selsi artdı. Avstraliyada 2 dərəcə Selsi. Deməli geotermik qradiyent Yaponiyada daha böyük oldu, Avstraliyada daha kiçik. Yəni pillə ilə qradiyent bir-birinin əksidir gördüyünüz kimi. Bax beləcə siz sizə gələn bütün nəzəri sualları baxarkən geotermik pillə kiçikdir deyirsə və yaxud da geotermik qradiyent böyükdür deyirsə, orada geosinkron əraziləri seçəcəksiniz. Seismik ərazilər seçəcəksiniz, litosfer tavalarının sərhəddinə düşən ərazilər seçəcəksiniz. Amma sizə geotermik pillə böyükdür yaxud geotermik qradiyent kiçikdir deyirsə, bu halda platforma daimi donuşluq ərazilərini seçəcəksiniz. Burada bəzi növ məsələlər də var. Məsələlər də düşünürəm ki, olduqca sadə məsələlərdir burada. Məsələn, tutaq ki, deyir ki, yer səthində 0 metrdə temperatur 30 dərəcə Selsidir, müsbət 30 dərəcə Selsidir. Deyir ki, məsələn, 500 metr dərinlikdə temperaturu tapın. Olduqca sadədir. Biz dedik ki, ortalama olaraq 100 metrdə 3 dərəcə Selsi temperatur artır. Deyirsiniz ki, bəlkə burada 3 dərəcə deyil, olmaya da bilər. Yəni bu ortalamadır. Əgər elə deyilsə, şərtdə sizə verəcək ki, 100 metrdə neçə dərəcədir. Onu şərtdə verməlidir. Yox, vermirsə ortalama 100 metrdə 3 dərəcə Selsi artır. 0 metrdən 500 metrə kimi 500 metr var. Əgər 100 metrə 3 dərəcə Selsi artırsa, 500 metrə x olaraq, tənasüb olaraq həll eləsəz, x bərabərdir 15 dərəcə Selsin cavabını alacaqsınız. Yəni 500 metrdə 15 dərəcə Selsi artır. 0 metrdə 30 dərəcə Selsi idi temperatur. Bunun üzərinə 15 gəlsəz, deməli 500 metrdə müsbət 45 dərəcə Selsi temperatur var. Vəssalam. Yaxud başqa bir növ məsələ. Deyə bilər ki, məsələn, 200 metr dərinlikdə müsbət 40 dərəcə Selsi temperatur var. Elə isə 1000 metr dərinlikdə temperaturu tapın. Bu da yenə sadə bir sualdır. 200 metrdən dərinlikdən 1000 metr dərinliyə qədər nə qədər fərq var? 800 metr. Düzdürmü? Geotermik qradiyent yenə belə varsayaq ki, 100 metrə 3 dərəcə Selsidir. Müsbət 3 dərəcə Selsidir. Əgər 100 metrə 3 dərəcə artırsa, 800 metrə neçə artır? Adi tənasübdür yenə də. Vuracaqsınız kənar ədləri. Əgər 100 metrə 3 dərəcə artırsa, 800 metrə 24 dərəcə artır. Burada 40 dərəcə idisə, burada 24 gələcək üzərinə olacaq müsbət 64 dərəcə Selsi. Bu da bunun məsələsi olmuş olacaq. Yenə də əgər sizə maraqlı qalan, çətin gələn nəsə olarsa, soruşarsınız, cavablayarıq. İnşallah ki, bu videoda sizə maraqlı olar, faydalı olar. Sağ olun.